Eyvaz Əllazoğlu, Doğum, Hekayə. Nənəm nağıl edir ki, o il elə bil hər yana süpürgə çəkmişdilər. Tarlalarda dənsiz taxıl sümbülləri yellənir, qapılarda inəklər dam kimi şişir, böyrə yan üstə yıxılıb ölürdülər. Adamlar çöldə pencər, cincilim qoymamışdılar. Bişirib yeyir, yenə doymurdular. Gecələr kişilər oğrunca şişib dama dönmüş, ölmüş azarlı inəklərin cəmdəyə bastırılmış yerə gedir, torpağa qazıb ət oğurlayırlar. O ildə bütün müharibə illəri kimi uzun imiş, camaat hacından köpük qısurmuş. O ilisi babam nəsə yara alıb müharibədən qayıdıbmış. Onu kolxoza brigadir qoyublarmış. Kişi hər səhər başında 10-15 arvad 7 ağaca gedirmiş. Arvadlar dadaşın furgonunda oturub ətrafdakı qaranlığın içinə baxırlarmış. Onda dadaş lap uşaq imiş, ordu orduna yapışıbmış. Arabaya qoyulmuş atlar da arıq imiş, lap sümükləri sanınırmış. Babam əri davada ölən bir arvada uyubmuş. Arvadın yanı ilə gedə-gedə çalışırmış ki, arvada baxmasın. Arvad çox gözəlmiş, özü də ayğır at kimi kişnəyirmiş. Aclıq elə bil yel olub yanından keçməyibmiş. Hər gecə babam uşaqların boğazından kəsib o arvadın yetimlərinə yemək aparırmış. Uşaqlar lap xırdaymış, qaranlıqda gözləri işıldayırmış. Onlar yemək görəndə biraz canlanır, sonra çörəyi alaca quş kimi göydə qapır, təntik-təntik yeyir, elə bil kiminsə tikələrinə şərik çıxacaqlarından qorxurlarmış. Babam o arvada yaman uyubmuş. Evdə yorğan döşək qoymayıb, hamısını o arvadın yanına daşıyıbmış. Kişi nənəmə tez-tez bunu uşaqlara yazığı gəldiyi üçün etdiyini deyərmiş. Amma kənd tamam ayrı şey danışırmış. O il yaman qıtlıq imiş. Adamın ruzusu daşdan çıxırmış. O arvadın, babamın bir sürü uşağı çılım-çılpaq, ac-yalavacmış. Başqa bir yandan kömək imdat yox imiş. Ona görə də babam gecələr o arvadla oğurluğa gedirlərmiş. Oğurluğa getməmişdən əvvəl o arvad çıraq işığında altdan üstdən kişi paltarı geyirmiş. At tükündən düzəltdiyi bığa bənzər şeyi də yapışqanla tüpürcəkləyib dodağın üstə yapışdırarmış. Sabah onlar oğurluqdan dönəndə bircə qazan asırlarmış. O uşaqların da xörək bişirəcən taqətləri olmazmış. Tez-tez nənəmdən xörəyin nə vaxt bişəcəyini soruşarlarmış. Nənəm əlində çömçə qara daşın üstündə oturub ocağa baxarmış. Ocaq da nədənsə heç düzəməlli başlı yanmazmış. Hər yanı tüstü doldurar, nənəmin gözü yaşararmış. Və çox vaxt nənəmin gözü yaşardığından uşaqlar elə bilərmiş o ağlayır. Amma nənəm ağlamırmış. Çünki davadan qara kağızı gələn qardaşı üçün ağlamaqdan gözünün yaşı quruyubmuş. Xörək hazır olanda uşaqlar taxtın üstündə, qabaqlarında cam, əllərində taxta qaşıq hazır dururlarmış. Nənəm yarmanı çömçə-çömçə cəmə çəkəndə uşaqlar göz qoyurlarmış ki, birinə o birinin artıq xörək çəkilməsin. Sonra onlar qaşığı götürüb yarmanın üstünə düşərlərmiş. Can boşalandan sonra nənəmlə yenə xörək istərlərmiş. Nənəm onların əlinə çömçə ilə vururmuş ki, çirisinlər. Onda uşaqlar, sən davada itkin düşən qardaşını canı, deyə nənəmə ant verəndə arvadın qulağı güldəyirmiş. 19 yaşlı, bığ yeri təzəcə tərləmiş qardaşını gözünün qabağında görürmüş. Nənəmin qardaşı uca boy imiş, utana yana baxarmış. Oğlanın üst başından nənəmin dədəsi evinin qoxusu gəlirmiş. Nənəm bilirmiş, oğlan yoxdur, oğlan bir də qayıdıb gəlməyəcək, oğlanı uzaq yollar udub. Nənəm gözünün qabağında duran qardaşına baxır, əlini dizinə vurub, bacın ölsünə qardaş, deyirmiş. Uşaqlar nənəmə baxanda eymənirlərmiş, səslərini kəsib qorxa-qorxa arvadın suyu soğulmuş üzünə, işıldayan gözünə baxıb, geri gedib divara sarğı sırırlarmış. Handan hana nənəmi gözünün qabağından o sürət çəkilirmiş. Arvad daha da qocalmış hərəkəti ilə qazana uşaqlara baxır, sonra key-key onlara yarıma çəkirmiş. Uşaqlar xörəyi o qədər azgözlüklə yeyərlərmiş ki, qarınları toluğa dönərmiş. Onlar bütün gecəni yata bilməz, tavana baxarlarmış. Tavan qaraymış, oradan hörümçək toru sallanırmış. Uşaqların gözü allananda onları qara basırmış. Qorxudan qışqırıb hövlünaç qalxanda neft çırağı yenə zəif-zəif otağın divarlarını yalayırmış. O ilisi kənddə arvadlar şəllənib Qaraçöpə gedərlərmiş. Apardıqları qırıq sökü orada qarğıdalıya buğdayı dəyiş-düyüş edib qayıdarlarmış. Şələlə arvadların ən çətin işi qavrını keçmək olarmış. O vaxt qavrı lap qudurmuş axar, qabağına gələni bölüb büküb apararmış. Nənəm neçə dəfə Qaraçöpə gedibmiş. Oradan gətirdiyi buğdanı son 2 gün dan ağaranda şəllənib dəyirmana aparıbmış.
Dəyirman onunla köhnə bağın yanındaymış. Dəyirmanda yaman növbə olurmuş. Nənəm sarıya durub, yükün üstündə oturub mürgü döyürmüş. Dəyirman daşı hey fırlanırmış, novdandan dən üyüdürmüş, çarxlar durmadan hərlənirmiş. Dəyirmandan dönəndən sonra nənəm girdə-girdə çörəklər bişirərmiş. Nəzir niyaz çıxar, kim qardaşımdan bir xəbər versə ona muştuluq verəcəyim deyərmiş. Nənəm qardaşından xəbər tutmaq üçün tez-tez həyətdəki ağacların budağına baxarmış ki, bəlkə ora saxsağan qonub. Budaqlar saxsağansız, çalan çılpaq budaqlarsa həyətdən nənəmə baxarlarmış. O il nənəm babamın işdəklərinə dözürmüş. Təkcə bircə dəfə dədəsi evinə küsülü çıxıbmış. Kəndin bu təzə xəbərini arvadlar bulaq başında dəyirmana gedəndə bir-birlərinə danışırlarmış. Nənəm bütün günü dədəsi evində buxarını yanını kəsib gözünü ocağa zilləyir. Başını qaldırıb divar daşlarına baxa bilirmiş. Çünki oradan daşların soyuq parıltısından bığ yeri təzəcə tərləmiş qardaşının ala gözləri nənəmə zillənirmiş. Bu cür qardaşının lal baxışı altında yaşamaq gündən-günə nənəm üçün məşəqqətə dönürmüş. O gözləyirmiş, kimsə əri evindən dədəsinin üstünə minnətə gələcək. Dədəsi kürkünə bürünüb, qapısını açan adama qulaq asa-asa qəlyanını sümürəcək. Sonra onun evinə getməsinə razılıq verəcək. Nənəmin qulağı ovda quşdaymış. Hər səsi səkirmiş. Babamın ötürü ürəyi getmirmiş. Onu hər gün qarğıyırmış. Küsülü çıxanda kiçik oğlunu gətirməyirmiş. Kiçik oğlu südəmərmiş, həm də yaman kürümüş. Ər evindənsə minnətçi gəlib çıxmırmış. Günlərin bir günü nənəm dədəsi evinə getdiyi kimi eləcə də geri qayıdıbmış. Baba ona baxıb yenə qəlyanını tüstülədibmiş, amma heç nə deməyibmiş. O ilisi nədən ötürüsə babama pul gərək olubmuş. Taxtın üstündə oturub kənddə ona əl tutacaq adamları bir-bir gözünü qabağına keçirirmiş. Amma kimisə ona kömək əli uzadacağını ağılına gətirmirmiş. O gün sərin külək əsirmiş. Babam onda hələ ana nənəm olmamış. Nurzada arvadın üstünə diləyə gedibmiş. Külək babamın şinelin ətəklərini yellədirmiş. Babam Nurzada arvadı yelləyirmiş. Külək onun səsini götürüb yarğana sarı aparırmış. 5 il sonra babam bu qapıya elçi gələcəkmiş. İndi isə heç nədən küləyin ağzında durub Nurzada arvadı səsləyirmiş. O il isə hələ ana nənəm olmayan Nurzada arvad yarım padşah kimi yaşayırmış. Əri davaya gedəndə əlindəki qızının mənim anamın 5 yaşı var imiş. Anamın atasından xeyli mal at qalıbmış. Hər həftə anası çörək bişirib Gülşəndə ilə birlikdə şəhərə satmağa gedirlərmiş. Satdıqlarını satar, aldıqlarını alar, gətirib xırd edərlərmiş. Ona görə də əllərində xeyli pulları varmış. İndi babam da durub pul üçün Nurzada arvadı səsləyirmiş. Səsi axır ki, qapı şaqqıldayıbmış. Hələ anam olmayan qız uşağı babam olası kişidən nə istədiyini soruşubmuş. O gün arvad yenə Gülşəndə ilə şəhərə gedibmiş və anam evdə tək qalıbmış. Nurzada arvad qızına həmişəki təki qapını arxadan bərk-bərk bağlamağı, çağıran olsa cavab verməməyi tapşırıbmış. Anam o gün elə hey pəncərədə yola baxıb küləyin içindən çıxacaq arvadları gözləyirmiş. O arvadlar hər dönəndə anama saçaqlı konfet, fındıq, cəviz gətirirlərmiş. Anam da səhərdən yola baxarmış və onun anasını adı ilə səsləyən yad kişi səsinə qapı açıb qorxa-qorxa nə istəyirsən deyə soruşubmuş. Anam onda hələ bilmirmiş ki, nə vaxtsa bu kişini görəndə yaşıma qalacaq, boyun onu göstərməyəcək. O günmü, sonki günmü babam o pulu Nurzada arvaddan alıbmış, elə o gündən onun qapısını tanıyıbmış. Bayramda zadda pul lazım olanda nənəm də böyründə Nurzada arvadın taxtının üstündə oturarmış. Anamın o vaxt bir qırıq uşağın iş gücü qonşu qızlarla oynamaq imiş. Qonşu qızlar az olurmuş, amma ana müharibə illərinin uşaqları kimi yeməkdən korluq çəkməyibmiş. Hətta anası evdə olmayanda ağ çörəyini aparıb xatının arpa çörəyi ilə dəyişərmiş. Hər iki qız uşağı təndirin böyrünə çöküb bayaq dəyişdikləri kimi çörəyi cəvələyirlərmiş. O il isə atam yeniyetmə oğlan imiş. Bir sürü taytuşu ilə bircə gəzirmiş. Hər axşam kənddə kişilər niyyətlənib bir evə yığılır ki, onları davaya aparmasınlar. Odamda qara çıraqlar yanarmış. O qara çıraqların işığında sinə vuran enli kürək kişilərin sinəsi qıpqırmızı rəngə çalırmış. Atamgil o kişilərdən ən çox fəallıq eləyən Mustafanın qurşağacan lütlənib ortaya çıxmasını gözləyirlərmiş. Elə ki, Mustafa köynəyini çıxarıb ortaya girirmiş, hər tərəfdən qar topu, buz qırıqları onun bədəninə yağırmış.
Mustafa çox ehtimal ki, mərasimi pozmamaq üçün qışqırıb hay-haray salmırmış. Astadan Allah sizə lənət eləsin deyib əynini geyir, sonra sıraya girib sinə vururmuş. Müharibədən sonra babam qoyuna gedirmiş. Amma hər dəfə evə gələndə gecə o qadın evinə cap eləməyə gedirmiş və ərgən oğlanlarından utanmırmış. O yay atam kolxozda arabaçı işləyirmiş. Taxıl biçilən il Şahmarla birgə zəmidən yuxarı meşəyə sarı millənən talada bir kölgə görürlər. Bu Cındır Musaymış. İsbalkom Əhmədi öldürəndən sonra başına hava gəlibmiş. Hökumət onu qaladan açıb buraxandan sonra elə beləcə dağı daşı sərgərdən gəzirmiş. Dağı daşı dolaşa-dolaşa Cındır Musa adamın ürəyindən keçəni oxuya bilirmiş. O gün atamla yoldaşlıq eləyən Şahmar deyir, gəl Cındır Musanı sınayaq. Gün ortaymış. Zəminin ortasındakı palıd ağacının altında torpağa səvəriblərmiş. Boyunduruqdan açdıqları öküzlər arabanın yanında köşəyirmiş. İçmək üçün hələ səhər tezdən cinli dərədəki bulaqdan gətirilmiş, su çəlləşdən iri şəffaf damcılarla qopub torpağa hopurmuş. Şahmarın sözü atamın ağlına yaman batırmış. Hər ikisi üzü Cındır Musa gedən səmtə dururlarmış. Arada 2 at mənzilindən də çox yol varmış. Hər yan sakitmiş, elə bil dünya səslərini içinə qısıb sirli-sirli nəyisə gözləyirmiş. Atamla Şahmar ürəkləndi. Cındır Musa geri qayıt, Cındır Musa geri qayıt, pıçıldayıblarmış. Bir an onlar fikirləşməyə vaxt tapmayıblarmış. Qaraltı ley kimi qanad açıb üstlərini uçurmuş. Onlar gözlərini qırpıb açanda Cındır Musa qənşərlərində durub, nə istəyirsiniz, deyirmiş. Qoysanıza çıxım yoluma gedəm, sizə istəyib dolaşmıram. Cındır Musanın ağzından köpük daşlanırmış. Əhmədi niyə öldürdüm deyirsiniz? Oradan. Cındır Musa barmağı ilə göyü deşirmiş. Əmr gəldi. Mən belə döyüldüm. O kişi, Cındır Musa göyü göstərirmiş. Ürəyimə nida saldı. Atamla Şahmarın daha sözü yox imiş. Dodaqları bir-birinə yapışıb, çənələri kilidlənibmiş. Qoyun çıxım yolumla gedim. Cındır Musanın səsi xırıldayırmış. Bu vaxt göy yıldırım çaxanda kimi şaqqıldayıbmış. Amma göydə bulut yox imiş. Yağış havası da deyilmiş. Cındır Musa dönüb gedəndə palıd ağacından o yana baxıbmış. Yer atamla Şahmarın gözünün qabağında 2 yarılıb. Dərin uçurum əmələ gəlibmiş və içəridən yuxarıya sarı qaynayan sapsarı toz burulğanından başqa heç nə yox imiş. Cındır Musa çıxıb gedəndən sonra onlar atamla Şahmar uzun müddət özlərinə gələ bilməyəblərmiş. Key-key durub bir-birlərinə baxırlarmış. Sifətləri tümappaq olubmuş. Başlarının üstündə günəş 2 imiş. Bayaqki tozda burula-burula o günəşin birinə sarı gedirmiş. Onlar huşunu itirib palıd ağacın altına yıxılıblarmış. Aylanda axşam düşürmüş. Haradansa sərin külək əsirmiş. Göydə günəş bircəymiş. O da yumalana batmağa doğru gedirmiş. Çöldən əl-ayaq yığılanda onlar bayaq yarılan yerə baxmağa ehtiyat edə öküzləri arabalara qoşmuş, çəlləkdəki sudan doyunca içib kəndə sarı yola düşüblərmiş. Torpaq yolda arabaların təkərləri cırıldayırmış. Qırmızıya çalan torpağın üstündəsə cırcıramaların səsi gəlirmiş. Kəndə gedən yolun üstündə qarşılarına bir dərə çıxmalıymış. O dərə yaman ağaçlıqmış və hər gecə o dərədə cinlər ocaq çatıb, zurna çalar, qol qaldırıb oynayar, dövrəlmə yallı gedib əylənərlərmiş. Həmin o dərədə Göyçə quldur avdını tutub öküzün boyundurağına bağlayıbmış. Ay işığında hər şey aydın seçilirmiş. Ağaçların öz boyu varmış. Yolun qırağında qandallar bitibmiş. Göyçə şəhərə ot satmağa gedirmiş. Arvadı gözəl Dilşad arabada oturubmuş. Quldur avdı birdən gecənin qaranlığının içindən sıyrılıb çıxıbmış. Araba dayanıbmış. Quldur avdının gözü yalquzaq canavar gözü tək şıldayırmış. Gözəl Dilşad da donub qalıbmış. Ay göydə oraq dilim kimiymiş. Cinli dərənin dərinliyində şeytanlar ocaq çatıbmış. Çal-çağır səsi gəlirmiş. Göyçənin qəfildən vurduğu badalaq quldur avdının dizini yerə gətiribmiş. Ondan sonra Göyçə onu qamçı ilə döyüb öküz kimi boyundurağa qoşubmuş. Araba tərpənibmiş. Göyçə yuxarı Dilşadın yanına qalxıbmış. Arvad sakitcə ərinə qısılıbmış. Öküzlər ağır-ağır gedirmiş. Boyundurağa qoşulmuş quldur avdı yerişinə bir balaca pəlqatan kimi kürəyin arxasında Göyçənin qamçısı şaqqıldayırmış və indi dədəmgil o dərədən keçməli ilərmiş və yaman da eymənirlərmiş. Amma dərə gəlmirmiş, dərə yox imiş, hər yan düz imiş, cırcıramalar oxuyurmuş.
Ayaqlarının altındakı torpaqda cod bərkimiş. Hər yandan zəmlərin quru sümbül qoxusu gəlirmiş. Onlar kəndə çatanda itlər ürüşürmüş. Təkə bir işıq gözə dəyirmiş. Atamla Şahmarın ürəyi yerinə gəlibmiş. Öküzlər də arabanı yavaş-yavaş çəkirmiş. Yolun ortasında bir lağar olmalıymış. Arabanın təkərləri ora düşəndə araba biraz yana əyilməliymiş. Amma bu yol hey gedirmiş. Çıxursa qarşılarına çıxmırmış. Kəndin yolu ilə biraz gediblərmiş, sonra ayılan kimi olublarmış. Bu kənd onların kəndi deyilmiş, tam ayrı bir kənd imiş. Amma göy həminki göy imiş. Həmin ayda buludun dalından çıxıb süd işığını hər yana çiləyirmiş. Kənd evlərinin pəncərələrindən də zəif işıq gəlirmiş. Qapıların ağzındakı ağacların kölgəsi daha qatıymış. İtlər yad adam iyi alıb daha bərkdən hürüşürlərmiş. Yaxşı ki, Şahmarın kirvəsi bu kənddən imiş. Arabaları onların həyətinə sürüblərmiş. Ev sahibi Əmrah dayı gecə vaxtı onların bura gəlməsinə çox təəccüb edibmiş, amma heç nə soruşmayıbmış. Onlar Şahmarın kirvəsigilin həyətindəki tut ağacının altında südlü yarma yeyiblərmiş və gecə uçan cücülər hər dəfə özünü çırağın oduna salıb yandıranda ətrafı anlaşılmaz bir qoxu bürməkdəymiş. Dədəmlə Şahmar yarma yesələr də, Əmrah dayının suallarına ara bir cavab versələr də fikirləri tamam ayrı yerdəymiş. Onlar hər dəfə həyətdəki tut ağacının yarpaqlarına baxanda səksənirlərmiş. Onlara elə gəlirmiş ki, cındır Musa yarpaqların arasından onlara baxır. Ay buludun arxasında gizlənəndə evin gəlini farmaşdan döşək çıxarıbmış, ağacın altına kilim döşəyib, onların yerini həyətdən salıbmış. Dədəmlə Şahmar o gecə heç bayırda yatmaq istəmirlərmiş, amma bunu ev sahibinə deməyə üzləri gəlmirmiş. Onlar yerlərinə girəndə xeyli susublarmış, amma gözləri allanırmış. Həyətdə öküzlər köfşəyirmiş. Çardağın altındakı at tez-tez quyruğunu topuğunu çırpırmış. Göy qapqaraymış, ulduzlar görünmürmüş. Onlar nəfəsini dərmədən ayın çıxmasını gözləyirlərmiş. Gecədən xeyli keçəndən sonra nəhayət ay görünübmüş, buludların yaxası cırla-cırla, adda-budda gözə dəyən ulduzlar zəif-zəif işıldayıbmış. Nədənsə o gecə ay heç aya oxşamırmış. Elə bil ayın sifətinə qan çilənibmiş. Ətraf vahimənin içində mısıbmış. Uzaqdan dağlardan yalnız çaqqalların ulartısı gəlirmiş. İkisi də arxası üstə uzanıblarmış, amma yatmırlarmış. Arada dədəmi biraz huş aparıbmış. Dədəm yuxusunu da elə bu vaxt görübmüş. Dədəmin yuxusunda yer göydən aralıymış. Suyun içində bir taxta parça süzülmüş. Dədəm də o bir parça taxtanın üstündə qalıbmış. Ağzından alov püskürən bir bədheybət heyvan ona sarı gəlirmiş. Uzaqda üfüqün qan çillənən yerində balıqçı qayıqları varmış. Qayıqlar xırda dalğaların üstündə ləngərlənə-ləngərlənə durublarmış. Dədəm ora sarı üzmək istəyirmiş, amma qol ata bilmirmiş. Su batdaq tək qatıymış, yaşıl yosunlar hörümçək toru kimi bədəninə dolaşıbmış. Hər yandan insan hıçqırtısı gəlirmiş. Dədəm yuxusundan səksənib ayılanda hər yan sakit imiş. Ağac eləcə durubmuş, öküzlər köfşəyirmiş. Amma elə bil hava insan damarı kimi döyünə-döyünə cüpbuldayırmış. Elə bu vaxt dədəm həyətdə başı açıq bir qız uşağının xəyal kimi uça-uça harasa getdiyini görübmüş. Dədəmin üst tükləri biz-biz durubmuş. Qolu ilə yatan Şahmarı dümsükləmək istəyibmiş. Amma qolu 10 pudluq dəyirman daşına dönübmüş. Qışqırmaq istəyəndə hənri gəlməyibmiş. Səhərdə diri gözlü açıb və o qızı o başdan qayıdıb ev sahibinin yatdığı otağa girdiyini görübmüş. Bu bir sir dərd olub dədəmin içinə tikilibmiş. Səhər dili ağzı qurumuş halda süfrənin kənarında oturub, amma çaya çörəyə əl vurmayıbmış. Dədəm süfrəyə qulluq edən qızı gecə gördüyü kölgəyə oxşadıbmış. İntihası kölgəyə oxşayan qız yaman cəld diriymiş, amma bu qız yorğunmuş. Elə bil heç düzəməlli adam deyilmiş, sərsəri oxşayırmış. Görəsən bu qızı kim alacaq? Dədəmin qıza yazğı gəlibmiş. Kənddən çıxan kimi atam gecə gördüklərini Şahmara danışıbmış. Amma Şahmarın bu əhvalata həm inanmağı, həm də inanmamağı gəlibmiş. Şahmar beləcə bütün yol boyu arabanın yanı ilə addımlaya-addımlaya şəkli-şəkli susubmuş. Biçənəyə gələndə dünən əmələ gələn uçurumun ağız-ağıza gəlib bitişdiyini görüblərmiş. Onlar qorxa-qorxa torpağa yaxınlaşıblarmış. Uçurum yox imiş, torpaqdan təkcə əl boyda yarıq qalıbmış. Bitişməyən yerdən boğuq bir səs uğultuya yuxarı qalxırmış. O gün palıd ağacının altında atamla Şahmar and içiblər ki, bu sirri heç kimə deməsinlər. Özü də bir də ürəklərində indən belə Cındır Musanın adını tutmasınlar.
O ilisi anam yeniyetmə qız imiş. Atası davadan qayıtmayandan sonra qohumları onu daha çox istəyirlərmiş. Əmisi hər dəfə dağdan dönəndə ona yaxası qotazlı jaket alırmış. Anam öz bahalı pal-paltarı ilə yaman fəxr edirmiş. Elə hey güzgünün qabağında durub saçını darayar, özünə tumar verərmiş. Anamgilin qapısını şübhəli adamlar açırlarmış. Ağzı yaşmaqlı arvadlar şala bürünüb hər axşam onlara gəlir, buxarının yanında oturub pıç-pıç eləyirlərmiş. Anam qapıda görükəndə arvadlar səsini qısır, taxtın ayaqlarına baxa-baxa susurlarmış. Anam arvadların hər axşam bu cür gəlişinin məqsədlərini sonradan öyrənilmiş. O vaxt nənəm ayrı yerdəymiş. Anam ağ divarlara baxıb ağlayırmış, gündə evi şirələyir, ağları yurmuş, amma fikri dağılmırmış. Anam anası ilə barışanda bayram günüymüş. Səmənli yanında şam yanırmış. Bu ev anama yad imiş. Bu evin divarında əskər paltarlı bir adamın şəkili yox imiş. Amma bu evdən də onun anasının qoxusu gəlirmiş. Bayırda mart küləyinin səsi eşidilirmiş. Külək elə bil inləyir, bütün olub keçənləri ağı deyirmiş. El o gündən anamın atalığı ilə ayağı açılıbmış. Anamın atalığı hündür, qarayanız kişiymiş. Hər dəfə anamı xoş üzlə qarşılayırmış. Anam atalığının üzünə baxa-baxa heç vaxt görmədiyi atasını xatırlamağa çalışarmış. Yenə toylar varmış, qızlar qol-qola girib gecələr Sağdış evinə yığnağa gedirlərmiş. Sağdış evində qarmonu, dəfi qızların özləri çalarmış. Sonra yerdən süfrə salınarmış. Ortaya südlü aş gələrmiş. Onda elektrik işığı yox imiş. Çıraq işığında orta yaxına gələrmiş, qızlar qımqıma çala-çala əllərini axına qoyarlarmış. O otaqların zəif işığında iri-iri kölgələr divarda süzərmiş. Sonra sıx bəzənərmiş. Anamgilin evinin yanından çaya enən dərə yolu ilə hər gün Zəlimxanın atını gecələr minib çaparkən qır yəhərin üstündə tutulub yaxasına sancaq batırılan cin artıq qapı qarabaşına dönübmüş. O gün cin belində səhəng çaydan su gətirməyə gedibmiş. Cin çox gözəl bir gəlinmiş. Hər dəfə anamı görəndə sən Allaha bacı, gəl döşümdəki sancağı aç, ayağıma tikan batıb deyə ant verərmiş. Amma anama tapşırıblarmış ki, cinlə danışmasın. O hər dəfə cinlə rastlaşanda sakitcə sarmaşıq kolların yanından sevişib evlərinə gələr, qapını bərk-bərk arxadan bağlarmış. Günlərin bir günü cin belində səhəng qavrı çayından su gətirəndə huşsuz Ömərlə rastlaşıbmış. Müharibədən qanduş qayıtmış. Ömər başı göz açıq, ayağı yalın dərə yolu ilə döyəcə-döyəcə gəlirmiş. Cin məlahətli səslə ay qardaş deyibmiş, sən Allah gəl döşümdəki sancağı aç, ayağıma tikan batıb. Ömər başını qaldıranda qarşısında qənirsiz bir gözəl görübmüş. Cinin gözləri iriymiş, isti cəhrayı dodaqları aranıbmış, yanaqları səhər mehindən qızarıbmış. Ömər üzünü yana tutub gəlinin döşündəki sancağı açıbmış. Sonra dərə yolunun ayağından qalxan burulğan fırlana-fırlana gəlib onları arasına alıbmış. O gözünü açanda gəlin yox imiş, əlində sancaq yoxuşun ortasında durubmuş. Yolda böyrü üstə düşüb, yaraşmış səhəngdən, qurta-qurtla su tökülüb, aşağı axmaqdaymış. Artıq cinin göyə çəkilməsindən kənd xəbər tutanda Ömər böyük yolun üst tərəfindəki qovağın altında kişilərin əhatəsində durubmuş. Anam bir dəstə qız gəlinlə qazma damın üstünə çıxıb yuxa fətir kimi ağarmış Ömərə baxarmış. Ömər əlini qolunu ata-ata nəsə danışarmış. Cavanların bir neçəsi cini tutmaq üçün atlanıb biçənəyə doğru gediblərmiş. Cin göyə çəkilməmişdən əvvəl evdə xəmir yoğurubmuş. Qaydanda təndirə çörək bişirəcəkmiş. İndi xəmir acıyıbmış. Arvadlar qollarını çırmayıb xəmiri kündələyirlərmiş, amma xəmir tükənmirmiş. Bir ucdan, tabaqdan aşıb daşırmış. Həyətdə adamların çatdığı təndirin tüstüsü qaraymış. Hamının gözü yaşarıbmış. Təndirdən qalxan alov ərşə dirənibmiş. İsti dalğa-dalğa ətrafa yayılıb adamların üzünü qarşılayırmış. Arvadlar qorxularından bir-birinə baxıb sonra kalafalığın yanında yaşayan kör mollaya kitab açdırmağa qaçıblarmış. Kör molla qazma damın qarşısında kilimin üstündə durub namaz qılırmış. Arvadlar kənarda durub onun namazını qurtarmasını gözləyiblərmiş. Doqqazın yanında dirək varmış.
Dirəyin yanındakı quyu dərinmiş, onun içində ulduzlara oxşayan yumru daş boyda şeylər parıldayırmış. Kör molla namazını qurtarandan sonra kitab açıb xeyli fikrə gedibmiş. Sonra dodaqlarını asla-asla tərpədə-tərpədə oxumuş, nə etmək lazım olduğunu arvadlara başı salıbmış. Bütün kənd arvadlı kişili, oğullu, uşaqlı yoxuşda, cin göyə çəkilən yerdə durub gözlərini boşluğa sarı tutub bir ağızdan nə eləyək ki, xəmir qurtarsın deyə bağırıblarmış. Göydən səs gəlibmiş. Kündəni unlayıb tabağa atın. Adamlar durub gözləyirmişlər ki, yenə nəsə eşidəcəklər, amma daha göydən səs gəlməyib. Zəlimxangilin evində arvadlar kündəni unlayıb tabağın içinə qoyublarmış. Xəmir axını o dəqiqə kəsibmiş. O gün kənddə hamı cinin yoğurduğu xəmirdən bişirilmiş çörək yeyirmiş. Onda anam pəncərənin qarşısında durub güzgüyə baxırmış, bir dəstə adamsa çörək yeyə yox yenirmiş. Səhənc hələ də yolun ortasında qalıbmış və ondan su axıb aşağı gedirmiş. Dəli Bəhmən çubuq atın üstündə adamlara baxa-baxa biz göydən gəldik, göyə də gedərik deyə bağırırmış. Onun səsi yarğanda əks-səda verirmiş. Biz göydən gəldik, göyə də gedərik, biz göydən gəldik, göyə də gedərik. Bu səs adamların qulağında zincildəyirmiş. Yarğanın qaşında duran kör molla onu kiridin deyə adamlara buyruq veribmiş. Adamlar Dəli Bəhməni bürük büküb dərə yolu aşağı sürübləyirmiş. O nəfəsi boğula-boğula yenə də həmin sözü deyirmiş. Biz göydən gəldik, göyə də gedərik. Adamlar onu kiritmək üçün kəndin ortasındakı ağaca sarıyıb döyüblərmiş. Sonra hardansı Cındır Musa hadisə yerinə gəlib çıxıbmış. Uşaqlar Cındır Musanı görəndə analarına sinib gizləniblərmiş. Adamlar addımlarını geri ata-ata Dəli Bəhməndən aralanıblarmış. Cındır Musa Dəli Bəhmən qoluna bağlanmış kəndirə baxanda kəndir öz-özünə paramparça olub yerə tökülübmüş. Dəli Bəhmən elə oradaca diz üstə çöküb bir bardaq suyu sinəsi ilə axıda-axıda içib, sonra torpaqda oturub adamlara baxa-baxa ağıllı adam sayaq hönkür-hönkür ağlayıbmış. Sonki il atamın toy olub. Qızı əvvəl ona vermək istəmirlərmiş. Hər gün elçilər geri qaydırmış, axır bir gün qız tərəfi yumuşalıb, ortaya şirin çay gəlibmiş. Elçilər şirin çaylarını içəndə anam xalası gildəymiş. Xalası qızları tez-tez bir-birinə baxıb qımışırlarmış. O vaxt kənd toyları çox söylətli olurmuş. Gəlini atlı arabada köçürürlər, başına qırmızı salarlarmış. Anamın ürəyi sınqın olmasın deyə dayıları gedib qonşu kənddəki yeganə pobedanı gətiriblərmiş. Əslində bunu oğlan ev etməliymiş. Onda gəlini pobedeli köçürmək dəb deyilmiş. O illərin qızlarını bir yer yığılanda oxuyarlarmış. Pobeda, mabeda bilmirəm, Moskvitsə minmirəm, mənim yarım gəlməsə başqasına getmirəm. O il anamın toy günü mindiyi pobeda yama gözəl imiş, onun antenasını qırmızı kəlağıydan kəmər bağlayıblarmış. Yencə qabaqda oturub əlindəki güzgünü sağdış və soldışın əhatəsində oturan gəlinə sarı tutubmuş. Amma anam heç nə seçmirmiş, həm də istəsə də özünü görə bilməzmiş, çünki şalın altında o içini çəkə-çəkə ağlayarmış. O illər babamgil yaman kasıb imiş, onlar hələ də torpaqdan olan qazma damda yaşayırlarmış. Fikirləri varmış ki, daşdan ev tiksinlər. Amma onlara gələndən 2 il sonra nəhayət ki, onlar daşı daş üstünə qoyub ev tikə biliblərmiş. Ev hazır olanda payız imiş, elə o vaxtdan babamgil təzəvə köçüblərmiş. Köhnə evdə isə anamla atam yaşamalı olubmuş. O ilisi mən anamın boynuna düşməmişəmmiş. Anam qonşu gəlinlərin yanına gedirmiş. Gəlinlər də onu nəsə öyrədirlərmiş. Sonra onlar ayrı-ayrı şeylərdən uzun-uzadı danışırlarmış. Elə vaxtda nənəm Seyid Şərabaniya bizim bəxtimizə baxdırmağa gedibmiş. Seyid Şərabani 2 ilandı yanında, sanki uçacaqmış kimi ayaqlarının ucunda öz otağında durubmuş. Nənəm ilanları ilan donuna girmiş, mələkə hesab edibmiş. Sonra nənəmi gözünün qabağında Seyid Şərabanını elə bil qeybdən çəkiblərmiş. Qız yel kimi skamyanın ayaqları altından uçub otağın o başına gedibmiş. Xeyli otağı yarı bölən qara pərdənin dalını qalandan sonra qayıdıb gəlib onunla üzbəüz oturubmuş, məlahətli, yumşaq, hüzünlü səslə bəxtinizə baxmağa ilanlar izin vermirlər. Ay xala, deyibmiş. Mənim də vaxtım yoxdur, çox yorğunam, özüm də sabah öləcəm.
Qız belə deyəndə nənəm çaşıb qalıbmış, dilisiz tutmayıbmış. Özü ilə gətirdiyi nəziri qapının ağzına qoyub gedibmiş. Səhər gün açıqanda Seyid Şərabani əlində qırmızı alma həyətdə durubmuş. Anasına qulplu qazanları asın, su qaynadın deyibmiş. Gün batanda dədəmin meyidini gətirəcəklər. Mən öləndə bu alma haradasa dayanacaqsa, meydimi orada bastırın. Seyid Şərabani sözünü tamam eləyəndən sonra əlindəki qırmızı almanı yerə atıbmış. Qırmızı alma deyilənə gedib bir təpənin döşündə dayanıbmış. Seyid Şərabani çiyinin üstündən dönüb yola baxanda gün batırmış. Qırmızı qürub şəfəqlərin altında qəhvəyə rəngi çalan torpağın üstündə adamlar onun dədəsinin cənazəsini kəndə gətirirlərmiş. Qız anasına baxıb gülümsəyibmiş və dərindən nəfəsini alıb buraxıbmış. Nəfəsi küləyə qarışan kimi Seyid Şərabani torpağa çöküb gözünü yumubmuş. Seyid Şərabani ölməsəymiş, nənəm bəxtimizi, qismətimizi, bizi gələcəkdə gözləyənləri irəlicədən biləcəkmiş. Bu həvəs arvadı arxan qoymayıbmış. Seyid Şərabani türbəsinə ziyarətə gedib nəzir niyaz veribmiş. O gecə Seyid Şərabani nənəmi yuxusuna keçibmiş. Eyni kədərli, yumşaq səslə ay xala deyibmiş. Yaman narahatsan, oğul nəvən olacaq. Seyid Şərabani yenə əvvəlki paltarındaymış. Əlində də qırmızı alma tutubmuş. Almanın bir tərəfini dişləyiblərmiş. Amma ilanlar onun yanında yox imiş. Bura yəqin harası cənnət imiş. Çünki lap yuxuda da olsa nənəmin burnuna xoş bir ətir gəlirmiş. O ilisi Zəlim xancilin saxladıkları cin çaydan gəlirmiş. Yox iş çox dikdirmiş. Cin belində səhənk yoxuşu üzü yuxarı dırmaşırmış. Özü də cinin balası varmış. Zəlim xanın anası cinin körpəsində geydirdiyi paltarı da sancaqlayıbmış. Ona görə cin qaçıb bilmirmiş. O gün kasıb Ümidəlinin atı ipi qırıb çaya tərəf qaçıbmış. Ümidəli əli çubuqlu çaya eynən vaxt cini görübmüş. Cin bəni insan görəndə həmişəki tək ay qardaş gəl sinəmdəki sancağac. Ayağıma tikan batıb onu çıxardım deyibmiş. Umudəlinin huşu başına deyilmiş. Fikiri qaçan atının yanındaymış. Düşünürmüş ki heyvanını tutan kimi əlindəki çubuqla onun burnuna döyəcək. Umudəli sancağı açan kimi göydən bir əl çıxıbmış. Gəlini götürüb buludların arasında yox olubmuş. Nitqi tutulmuş Umudəli özünə gələndə görübmüş ki yer göy başına dolanır. Bayaqçının belindəki səhənc də yoxuşun ortasında yara açmış durubmuş. Ondan qurtla axan su aşağı gedirmiş. Umudəli boylananda qəbirstanlıq tərəfdə qara paltarlı adamlar görübmüş. O adamlar Umudəliyə əl edir, yanımıza gəl deyirmiş. Umudəli sonki gün kəfənə bürünüb adamların çiynində qəbirstanlığa sarı gedirmiş. Onun atı hələ də çiyini qırıb çalada oynayıqlarmış. Evdə isə 3 xırda uşaq çat-çat divarlara baxa-baxa kişilərin çiynində gedən atalarını ağlayırlarmış. Ən qərbəsi də Umudəlinin atının cənazəsinin arxasında getməyiymiş. Boylu buxunlu atın yalmanını yel vura-vura tabutun arxasında getirmiş. Adamlar nədənsə onu qovub eləmirmiş. O il isə hər gecə cin Zəlim xancinin qapısına gəlib mənə balamı verin deyə zarıyırmış. Zəlim xan anası cinin balasını gündə daha bir sancaq bağlayır, onu bələyib beşikdə yırğalaya layla deyirmiş. Cinin səsindən gecələr itlər zar-zar əsirmiş. İtlər basanda bütün kənd bilirmiş ki, cin Zəlim xancilin qapısında durub onun anasına yalvarır. Cinin balası qız imiş, kəndin ağsaqqalları Zəlim xanın anasının üstünə hər gün minnəti gəlirlərmiş ki, onu buraxsın. Kəndin ağsaqqalları buxarının yanında oturub təsbih çevirə-çevirə, onsuz da o ikənləndə kimsə onun sancağını açacaq deyirmiş. Çünki o cindir, cin kimi də yaşamalıdır. Zəlim xanın anası çox bilmiş arvanmış. Cini xeyli süründürəndən sonra onun əslinə bir də dəyib toxunmayacağını and içdiribmiş. Cinin balasını qaytarmaq əvəzi isə ondan qatır dırnağı ilə bir cadı alıbmış. Bu cadı ilə qatır dırnağını hal arvadlarının üstünə apararlarmış. Ondan qabaqçı günlər yaman yağmurluymuş. Anam kandarda durub yağışa baxırmış. Qod gəzdirən uşaqlar elə ondan gəlib çıxıblarmış. Anam qodunun qırmızı köynəyini görəndə evə şirinlik gətirməyə gedibmiş. O şirinliyi paylayanda uşaqlar yağışın altında cır səslə oxuyurlarmış. Qodunu gördünmü? Sonra səs aşağı məhəllələrdə itibmiş.
Sonki gün yağış kəsib günəş çıxanda anam qodu gəzdirən uşaqları xatırlayıbmış. O gün yol iz qıpquru olubmuş. Gün ortadan keçəndən sonra anamın ürəyi bulanıbmış. O gözləyibmiş ki, ürək bulanması keçəcək. Ancaq ürək bulanması keçib getməyibmiş. Dədəm işdən qaydanda çıraq yanmırmış. İçəri qaranlıqmış, həm də axşam yeməyə hazır deyilmiş. Anam taxtın üstündə ağrıdan qavrılırmış. Dədəm gedib qonşudan gül məhəmməri səsləyibmiş. Anam qaynanasından utandığı üçün onu çağırtdırmayıbmış. Gül məhəmmər gələndə anamın halı pisləşibmiş. Gül məhəmmər dədəmə bu ağrı çəkir deyibmiş. Dədəm irəli geri gedibmiş, bayıra çıxıb içəri qayıdıbmış. Belə vaxt nə lazım olduğunu bilmədiyindən çarxıb qalıbmış. O bir evə gedib artırmanın yanından anasını səsləyibmiş. Nənəm onu kənd əbədçisi Gülpərinin arxasınca göndəribmiş. Əvvəlsi gələndə gecə yarıymış, Gülpəri qonşudan bir neçə çıraq da gətizdiribmiş. O çırmanıb işə girişəndə anlayıbmış ki, burada onun təcrübəsi azlıq edir. Dədəm gedib qardaşının qonşu kənddə yaşayan felçerin arxasınca göndəribmiş. Onlar arabanı qoşanadək xeyli vaxt keçibmiş. Xamut tərs kimi yerinə düz oturmurmuş. Qayışın bağları qırılırmış. Ana nənəm xəbəri haradan seçilib özünü həyətə salıbmış. Arvadlar ona bir qurtum su içirdiblərmiş. O içəri keçəndə hər halda toxtayıbmış. Qonşudakı qız gəlin əllərində vedrə qazan dama çıxıb bərkdən döyəcləyəndə səhər yeni açılırmış. Qarlardan biri dədəmə toyuqluğa gir, bir xoruz beçə tut, onu ciyərli diri-diri çıxar, qaça-qaça apar qavrının suyuna 3 dəfə sal çıxar, bura gətir. Amma gedəndə də, gələndə də dönüb geriyə baxma deyiblərmiş. Sonra Zəlim xanın anası ilə qatır dırnağı və cinin verdiyi cadı üçün göndəribmiş. Birazdan dədəm əlində xoruz beçənin qanlı ciyəri, üzü yuxarı yoxuşa sarı yürürmüş. Dünya haracandır, axirətəcən. Bəs axirətdən o yanda nə var? Axirətdən o yana cənnət və cəhənnəm var. Cənnətin qapısında 2 mələk oturub. Birinin adı Harut, birinin adı Marut. Harutla Marut şeytan kimi adamı pis yola çəkirlər. Əxlaqsızlıqlarının ucundan onları cənnətdən qovublar. Cənnətdən sonra cəhənnəm gəlir. Cəhənnəmdə də qırqazanları qaynayır. O qırqazanlarına sarı gedən yolda bir qıl körpüsü var. Bəs cənnətdən cəhənnəmdən o yana nə var? Cənnətlə cəhənnəmdən o yana heç nə yoxdur. Kör molla daşın üstündə bardaş qurub 4 yanında dövrələmə oturmuş kişilərlə danışırmış. Sübh ayazıymış. Dədəmi təəccüb götürübmüş. Axı bu kör molla hələ keçən ildən xırmandan aşağıdakı quyuya düşüb ölübmüş. Oğlu davadan qayıtmayan Səməngül qarı hər axşam, hər səhər yarğanın başına çıxıb yola baxırmış. Əslində onun baxdığı səmtdə yol yox imiş. Oradan su axırmış. O su rəngi gecələr qaralanda Səməngül qarı elə bilirmiş çay, qara torpaq yoldur. Yarğanın altında qaranquşlar, yarasalar uçurmuş. Mələkələr hər dəfə Səməngül qarını fikrindən sapındırarlarmış. Özünə aşağı bıraq deyirlərmiş. Hər yan genişlikdir, oğlun da oradadır. Onlar Səməngül qarını xeyli vaxt beləcə tovlayırlarmış. Səməngül qarı ayağa durub uçuruma sarı gedəndə qeybdən bir əl çıxıb onu tutub saxlayırmış. Səhər tezdən atam onu yarğanın başında görəndə xəyal zənn edib. Qarı dədəmə sarı çevrilib gülümsəyibmiş. Bu təbəssümdə nəsə iyrənc bir şey varmış. Atam qurbağa görəndə iyrənirmiş kimi üzünü yana tutubmuş. Çay enən yol daşlı kəsəkliymiş. Yarğanın qaşından çıxan bulaqdan pırsılmış yumurta sarısının qoxusu gəlirmiş. Yuxarıda əkin yerlərində ot tayalarının hərəsi bir tərəfə əyilib qalıbmış. Bəridə həyətlərdəki payaları yapışdırılmış eşşək kəllələrinə qarğalar qonubmuş. Qarğalar elə lal tərpənməz oturublarmış ki, dədəm əvvəl qorxubmuş, yerə əyilib qarğaları daşlayıb qovmaq istəyibmiş. Arxadan saz səsi gəlirmiş. Hava elə gözəl çalınıbmış ki, dədəm geri boylanmaqdan özünü güclə saxlayıbmış. O dizlər əsə-əsə çayın ortasına gəlibmiş. Çay soyuq, dalğalar diriymiş. Dədəm əlindəki xoruz beçə ciyərli 3 dəfə dalbadal suya batırıb çıxarıbmış. Elə bu vaxt
Yarğanla daşlar qopub dığırlana üz aşağı gəliblərmiş. Dədəm səs eşitsə də geri çevrilməyib. Daşlar toz qaldıra-qaldıra gəlib suyun kənarında dayanıblarmış. Dedim elə gəlibmiş ki, daşlar çaydan su içməyə gəliblər. Sonra qayıdıb geri gedəcəklər. Atam üzü yoxuşa sarı yürəndə nəfəsi kürəyin arxasından çıxırmış. O hər dəfə addım atdıqca dağ, daş, çay, ağaclar dilə gəlirmiş. Geri bax, geri bax, geri bax. Daşlar qaval kimi səslənirmiş. Cinli dərədən zorna səsi gəlirmiş. Dərə yolu qəbristanlığın qırağına dolanıb kəndə çıxırmış. Yolun qırağında ilan oyluqları ağızlarını açıb dədəmə baxırlarmış. Torpaq yol uzanırmış. Yolda ayak izləri varmış. İzlər üzü aşağı gedirmiş. Qəbristanlığın yana əyilmiş daşları görükəndə dədəm qaçışını yavaşıdırmış. Ocaq oğlu Səmədin qəbrindən yerə işıq gəlirmiş. Dədəm elə gəlib kimsə orada durub üşümüş əlini sidir. Yol uzandıqca uzanırmış. Cillər pişik cildində, it cildində, qarışqa cildində, kərtənkələ cildində əmiş. Dədəm əli qanlı, nəfəsi təncə-təncə üzü yuxarı dırmaşırmış. Boynunu zorla geri döndərən səsləri əlinin hərəkəti ilə qovurmuş. Kəndin ən gözəl suyu karvadı göyçək arxada durubmuş. Gözləri deyirmiş gecələr, alatala qar yağanda, ərim xurcununu çiyninə atıb qonşu kəndlərdən dəri yığma gedəndə, külək qapılarda vıyıldayanda, ala itimiz quyruğunu qatlayıb samanlıqda yatanda, astanamda dayanarsan, üzünə qapım açılacaq, soyuqdan qabaq içəri girərsən, taxtın üstündə açılmış yataqda, isti ağ məmələrinin arasında dön geri bax. Zəlimxanın anasının qolluğunda duran cin, cinində səhənk yolun üstündə dədəmin qarşısına çıxıbmış. Ay qardaş, sən Allah döşümdəki sancağı aç, ayağıma tikan batıb deyibmiş. Cin gözəl imiş, qənirsiz imiş. Dədəm baxışlarını yayındırıbmış. O bilirmiş ki, sancağı açsa səhənk yolun ortasına düşüb qalacaq, tabaqdan xəmir aşıb daşacaq, kənd o gün dadsız, duzsuz çörək yeyəcək. Dədəm yolun üstündən cini itələyib irəli cümbubmuş. Bayaq kör molla hədis elədiyi yerdə iri çay daşları durubmuş. Bir daş o birisinə üstündə günahların pöhrələyəcək deyirmiş. Evlərin damı yastıymış, bacaların yanında pişik otları yarğalanırmış, sərf ağaçlarında qarğa yuvaları varmış. Damların üstündə adamlar durublarmış, arvadlar qazan döyəcəkləyir, kişilər tüfəng atırmış. Gör dünyan çatlasın sənin. Fatı qarı təndirin yanında durub qarğa ayırmış. Cin Fatının cildindəymiş. 3 yıl ayrıcında arvadlar ələyin içində oturmuş uşağın ayaq parmaqlarına sarılmış sapı qayçı ilə kəsirlərmiş. Dədəm qapıya çatanda mən anadan olmuşammış. Arvadlar məni bələyib bir tərəfə atıblarmış. Bacadan süzülən, işığın altında duran nənəmə elə gəlirmiş ki, mənim əlimdə qırmızı alma var. Amma qırmızı alma yox imiş. Ovuçlarım açıq imiş. Buradan sonra hər şey ovuçlarımdan axıb boşluğa gedəcəkmiş. Amma bunu nənəm bilmirmiş. Arvadlardan Bağdagül baxıb görüb ki, alnımda, qaşlarımın üstündə 3-cü göz var. O qorxusundan nitqi tutulmuş halda işarə ilə bunu ətrafdakılar göstərməyə çalışıbmış. Nənəm arvadların dönüb baxmasına imkan vermədən irəli gəlib əli ilə 3-cü gözümü sığallayıbmış. Bu zaman cinlər, şeytanlar göyün dərinliyinə çəkilib torpağa baxırlarmış. Torpaqda səmanın boşluğunda talilərə düşən alın yassı deyilən şey yaradan ulduzların cazibəsi altında milyon il əvvəlki tək ağır-ağır fırlanırmış.